Hər vaxtınız xeyirli olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. İfadənin qiymətini tapmalıyıq. Bu sual 10-cu siniflərə güvən buraxılış imtahanında salınıb. Gəlin ifadənin qiymətini hesablayaq. Kök altda 60 üstə gəl. Bu mötərizəni müxtəsər vurma düsturu vasitəsilə açacağıq. Olacaq birinci ədədin kvadratı çıxılsın. 2 vurulsun. Birinci ədəd vurulsun ikinci ədəd üstə gəl. İkinci ədədin kvadratı bərabərdir. Kök altda 60'ı da biz belə yazaq. 4 vur 15 formasında. Üstə gəl. Kök altda 5'in kvadratı 5 edər. 2 kök altda 15. 3'ü 5'e vurdum. Üstə gəl. Kök altda 3'ün kvadratı da 3 edər. Buradan 4'dən kökdən 2 çıxır, amma 15'dən kök çıxmadığına görə qalır. Çıxılsın 2 kökdə 15. 5 ilə 3'ü toplasaq 8 edər. Bunlar islah olundu. Düzgün cavab 8, yəni D variantı olar.